Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü dərsimiz öyrənmə tərzləri və təlimdə diferensial yanaşma olacaq. Bildiyimiz kimi elə diferensial yanaşma şagirdlərin müxtəlif öyrənmə tərzlərinin olduğunu bildiyimiz üçün, yəni biz bilirik ki, şagirdlərin müxtəlif öyrənmə tərzləri var. İndi həmin o öyrənmə tərzlərini keçirik ki, yəni diferensial təlimdə də biz bunları tətbiq edə bilək. Yəni burada nə demək istəyir? Öyrənmə tərzləri, yəni baxın görürsüz, vizual öyrənmə, yəni görərək öyrənmə, audial, yəni eşidərək öyrənmə və oxuyub yazaraq öyrənmə var. Deməli, müəllimlər, bir də kinestetik, yəni toxunaraq öyrənmə var. Deyir, hər kəs mövzunu müxtəlif yollarla öyrənir. Bəziləri informasiyanı qrup şəklində, yəni əməkdaşlıq sevən, ünsiyyət sevən şagirdlərimiz, bəziləri fərdi şəkildə daha səmərəli qavrayır. Bəzi insanlar kitabı oxuyub bütün sözləri yadda saxlaya bilir. Yəni əzbərçilik qabiliyyəti, oxuyub anlaması, oxuyub yazaraq öyrənməsi daha yaxşıdır. Bəzi insanlar kitabı oxuyub bütün sözləri yadda saxlaya bilir. Lakin bu hər kəsdə alınmaya bilər. Elə insan var ki, görürsüz, deyirlər ki, müəllimə, mən əzbərçiliyi bacarmıram, yəni əzbərləyə bilmirəm. Deməli, onlarda oxuyub yazaraq öyrənmə zəifdir. Lakin hər kəsdə alınmaya bilər. Heç elə bir hal olubmu ki, dəqiqələrlə kitaba baxsanız, lakin heç nə öyrənə bilməyəsiniz. Ola bilər ki, səbəb bu formada öyrənməyin sizin öyrənmə tərzinə uyğun olmamasıdır. Biz öz öyrənmə tərzlərimizdən agah olmalıyıq ki, öyrənmə prosesi daha effektiv olsun. Məsələn, elə özümüz müəllimlər öyrənən zaman bəzən deyirsiniz ki, müəllimə, mən qulaq asıram, onu da öyrənirəm. Məsələn, bəzən videoya baxırıq, elə öyrənirik. Bəzən oxuyub anlama ilə öyrənirik. İndi şagirdlərimiz də, kiçik yaşlı uşaqlarda toxunaraq öyrənmə, kinestetik öyrənmə də var. Elə böyüklərdə də bu tip öyrənmə rast gəlinir. Deməli, öyrənmə tərzləri əsas neçə növ var? 4 növ. Vizual, görərək öyrənmə, audial, eşidərək öyrənmə, kinestetik, toxunaraq, yəni öyrənmə, bir də oxuyub yazaraq öyrənmə. Vizual öyrənmə, necə öyrənmə olar? Təbii ki, görərək öyrənmə. Vizual öyrənənlər yeni məlumatları əldə etmək, başa düşmək üçün şəkillərdən, xəritələrdən, qrafik vasitələrdən istifadə etməyə üstünlük verirlər. Necə öyrənirlər? Məlumatı görməyə üstünlük verir, təsəvvüründə vizuallaşdırır, yəni beynində onun görüntüsünü yadına salır. İnsan var ki, məsələn, bir yol gedir, sonra o yolu beynində saxlayır, o görüntünü saxlayır və sonra həmin yolları bir də o görüntülər yadına salıb gedir. Deməli, bu vizual olaraq onu beynində təsvir edir. Təsəvvüründə vizuallaşdırır. Qrafik diaqram, şəkil və ya xəritələrlə işləməyə xoşlayır. Üsulları rənglə işarə eləmək, yəni rənglərlə işarə edirik. Şəkilləri olan kartlardan istifadə etmək, qeydlərin şəklini çəkmək, rəngli, yapışqanlı kağızlardan istifadə etmək. Deməli, bunlar vizual öyrənmənin yollarıdır. Necə? Rənglə işarə eləmək, çünki diqqət tez gözə çarpan bir şey olsun. Şəkilləri olan kartlardan istifadə etmək, qeydlərin şəklini çəkmək, yəni onu görsün, təsəvvür yarada bilsin. Rəngli, yapışqanlı kağızlardan istifadə etmək. Digər öyrənmə tərzimiz audial, eşidərək öyrənmədir. Audial eşidərək öyrənənlər yeni mövzunu ən yaxşı şəkildə mühazirələr və qrup müzakirələri kimi situasiyalarda dinləmək və danışmaqla başa düşürlər. Yəni, eşitməklə də. Öyrənmək üçün əsas vasitə dinləməkdir. Yəni, biz biri var ki, görürük, baxırıq, ya özümüz oxuyuruq, biri də var ki, qulaq asırıq. Qulaq asında görürük ki, daha yaxşı öyrəndik. İnformasiyanı digərlərindən dinləməyə üstünlük verir, eşitdiklərini effektiv şəkildə xatırlayır. O səsləri yadına salır. Deməli, üsullar necə tətbiq edə bilərik? Ucadan oxumaq, oxuduğunu ucadan danışaraq öyrənmək. Yəni, öz-özünə deyirsiniz, müəllimə, mən ucadan oxumamış öyrənə bilmirəm və yaxud da
deməli oxuduğunu ucadan danışaraq, oxuyandan sonra öz-özünə danışır. Öz səsini eşidəndə daha yaxşı öyrənir. Yoldaşı ilə müzakirə etmək, səsli qeydlər aparmaq. Bax, audial eşidərək öyrənənlər də bu üsullarla daha yaxşı öyrənə bilirlər. Sonra kinestetik öyrənənlər, yəni toxunma vasitələri ilə öyrənir. Deməli, bunlar necə öyrənəcək? Təbii ki, toxunaraq, mühazirələri xoşlamır, yəni onlar uzun-uzadı, yəni eşidərək öyrənməni xoşlamır da. Qurmağı, yaratmağı xoşlayır, yəni toxunmağı, hərəkətli öyrənməli də bu öyrənmənin yolları. Sonra konstruktor, Lego və s. mexanizmləri, detallara maraq göstərir. Üsulları qeydlərini yoxlayarkən hərəkət etmək, rollu oyunlardan istifadə etmək, laboratoriyada işləmək. Yəni iş gördünüz, hərəkət gördünüz, kinestetik öyrənmə yadınıza düşsün. Daha sonra oxuyub yazaraq öyrənirlər. Oxuyub yazaraq öyrənənlər sözlər vasitəsilə daha yaxşı öyrənirlər. Bu cür şagirdlər çoxlu qeydlər aparan və ya həvəsli oxucular olurlar. Oxumaqla öyrənir. Yəni xoşu gəlir. Elə bil görürsüz, insan var ki, çoxlu oxumağı sevir. Yəni buna həm də sevgi var. Həm bu cür öyrənir, həm də o işi sevir. Oxumaqla öyrənir, yazılı qeydləri rahatlıqla edir, qeydlər əsasında fikrini ümumiləşdirir, mətni oxumağa maraq göstərir. Görürsünüz, mətni oxumağa marağı var. Marağın olması, qeydlərin götürməsi. Sonra üsullar, kitabxanaya getmək, öyrəndikləri ilə bağlı yazılı qeydlər etmək, sinif jurnalı, mətni öz sözləri ilə yenidən yazmaq. Deməli, neçə cür öyrənmə oldu müəllimlər? 4 cür. Vizual, yəni görərək öyrənmək, audial, eşidərək öyrənmə, kinestetik, toxunaraq öyrənmə və ya hərəkətli öyrənmə, oxuyub yazaraq öyrənmə. Deməli, vizual necə, hansı üsullarla həyata keçirilir? Rənglə işarələmək, şəkilləri olan kartlardan istifadə etmək, qeydlərinin şəklini çəkmək, rəngli yapışqanlı kağızlardan istifadə etmək. Audial eşidərək öyrənmə olduğu üçün ucadan oxumaq, oxuduğunu ucadan danışaraq öyrənmək, yoldaşı ilə müzakirə etmək, səsli qeydlər aparmaq. Toxunaraq öyrənmək, yəni hərəkətli öyrənmə üsuludur. Üsulları necədir? Qeydlərini yoxlayarkən hərəkət etmək, rollu oyunlardan istifadə etmək, laboratoriyada işləmək. Görürsünüzmü, hərəkət var bunların hamısında. Və oxuyub yazaraq öyrənmək, kitabxanaya getmək, oxunu sevdiyi üçün öyrəndikləri ilə bağlı yazılı qeydlər etmək, mətni öz sözləri ilə yenidən yazmaq. Deməli, 4 cür öyrənmə tərzləri oldu. İndi müəllimlər keçirik diferensial yanaşma. Təlimdə diferensial yanaşma. Deməli, müəllimlər, diferensiallaşma eyni sinif və ya təlim mühitində müxtəlif qrupa öyrənməsinə, intellektinə, təlim nailiyyətlərinə, qavramasına görə daxil olan şagirdlərlə fərqli metodlarla işləmək və dərslərin hər qrup şagirdə uyğun olaraq planlaşdırılmasıdır. Müəllimlər, burada tək öyrənməsinə yox, həm öyrənməsi, həm intellektinə, həm nailiyyətlərinə, yəni səviyyəsinə görə, həm qavramasına görə biz şagirdlərə müxtəlif nöqteyi nəzərdən yanaşmaqdır. Biz şagirdlərin hamısına eyni yanaşsaq, yəni bərabərlik yaratsaq, bu diferensial öyrənmə deyil, diferensial yanaşma deyil. Diferensial yanaşma odur ki, biz dərs mühitini elə təşkil eləməliyik ki, hər kəsə uyğun olsun. Burada zəkası güclü olanlar, zəif olanlar, orta səviyyəli olanlar da öyrənə bilsin, eşidərək, görərək, yazaraq, oxuyaraq, yəni toxunaraq bunların hamısı öyrənə bilsin. Əsas məqsəd diferensial yanaşmada şagirdlər müxtəlif tip intellekt növünə sahib olduğuna görə, şəxsiyyət tipinə sahib olduğuna, öyrənmə tərzlərinə sahib olduqlarına görə onların öyrənmələri müxtəlifdir. Və bunların hamısını biz nəzərə alıb dərsimizi yönəldə bilsək, deməli sinifdə öyrənməmiş şagird qalmayacaq. Diferensial təlim adətən eyni məkanda müxtəlif öyrənmə xüsusiyyətlərinə və tələblərinə görə fərqlənən qrupların heterogen sinif olduğu mühitdə tətbiq edir. Yəni müxtəlif sinifdə müxtəliflik olanda tətbiq edilir. Müxtəlif təlim ehtiyacı və öyrənmə xüsusiyyətlərinə malik olan şagirdlər üçün müəllim daha çevik dərs planlamalıdır. Müəllim müxtəlif səviyyədə olan şagirdlərin uğur qazanmaları üçün lazım olan məzmunu öyrənmək üçün istifadə olunan fəaliyyəti və ya şagirdlərə uyğun gözləntiləri düzgün müəyyənləşdirən dərsi planlaşdırdıqda diferensiasiya baş verir.
Əgər məqsəd ondan ibarətdir ki, müəllim dərs zamanı qarşıya qoyulan məqsədə bütün şagirdlərin çatdığına əmin olsun, məlumdur ki, şagirdlər öyrənmə sürətinə görə də fərqlənir. Bu baxımdan bir konsepsiyanı qavraması və ya təlim nailiyyəti yüksək olan şagirdlərdə çətinlik dərəcəsi daha yüksək, qavrama və potensialına görə bir qədər zəif olan şagirdlərdə isə çətinlik dərəcəsi daha aşağı olan tapşırıqlar verilir. Deməli, nə etməliyik? Biz dərsi, mövzunu təşkil edən zaman, tapşırıqları təşkil edən zaman çətinlik dərəcəsi zəif olan, yəni zəif şagirdlər üçün çətinlik dərəcəsi aşağı və çətinlik dərəcəsi yüksək olan tapşırıqlardan, orta səviyyəli də tapşırıqlardan istifadə etməliyik ki, hər bir şagird üçün bu anlaşılan olsun. Əgər biz çətinlik dərəcəsi çətin olan, yüksək çətinlik dərəcəsi olan bir deməli tapşırıq hazırlasaq, onda deməli daha güclü şagirdlər, potensial etibarilə daha qavrama potensialı daha yüksək olan şagirdlər bu tapşırıqları işləyəcək, onlar üçün maraqlı olacaq. Amma zəif şagirdlər yəni öyrənə bilməyəcək və get-gedə daha da maraqsızlaşacaq. Və yaxud da əksinə, çətinlik dərəcəsi zəif olan tapşırıqları işlətsək, o zaman güclü şagirdlər üçün bu yəni çox maraqsız olacaq. Çünki onsuz da onlar bunu bilirlər. Ona görə çətinlik dərəcəsi müxtəlif olan tapşırıqlardan istifadə olunmalıdır. Bu yanaşma həmçinin müxtəlif intellektə malik olan şagirdlərə də şamil edilir. Bir sözlə elə şərait yaradılır ki, təlim mühiti bütün şagirdlər üçün səmərəli olsun. Yəni hər bir şagirdin şəxsiyyət tipini, hər bir şagirdin intellekt tipini, öyrənmə tərzini nəzərə alaraqdan mövzular keçirilməlidir. Diferensiasiya ilə bağlı bir sıra ümumi yanlış təsəvvürlər var. Bəzi müəllimlər hesab edir ki, tədris zamanı sadəcə bir neçə əlavə fəaliyyətin verilməsidir. Yəni, bir neçə də fəaliyyət veririk ki, bu fəaliyyətlərin içərisində şagirdlər özləri üçün uyğun olanı seçsin. Əslində isə diferensiasiya müəllimin səriştəliyinin göstəricisidir və bütün fəaliyyətlərdə əks olunmalıdır. Yəni, müəllimlər elə bir tapşırığı verəndə və yaxud da elə bir mövzunu öyrədəndə yox, dərsin bütün prosesində nəzərə almalıdır. Deməli, müəllim hər bir şagirdə eyni tapşırığı verəndə bütün şagirdlərə ümumi rəy verməklə qiymətləndirdikdə, təlim üsullarını yalnız istedadlı şagirdlər üçün tətbiq etdikdə, həmçinin tədris prosesində həmişə dəyişməz qruplar yaratdıqda tədris diferensiallaşmır. Yəni, tədrisdə eyni qruplar yaratsaq, yəni heterogen qruplar olmasa və yaxud da həmişə eyni tapşırıqlardan, ya çətin tipli, ya asan tipli tapşırıqlardan istifadə etsək, onda diferensiallaşmanı nəzərə almış olmayacaq. Diferensial təlimi necə həyata keçirmək olar? Yəni, diferensial təlim necə olmalıdır? Diferensiallaşma şagirdlərin əvvəlki bilik və bacarıqlarının qiymətləndirilməsindən, fərdi təlim məqsədlərinin müəyyən edilməsindən başlayır. Yəni, hər bir kəsə fərdi yanaşmaq. Diferensial təlimi reallaşdırmaq üçün müxtəlif yanaşmalar mövcuddur. Lakin istənilən halda diferensiallaşma zamanı şagirdlərin aşağıdakı göstəricilərdən xüsusiyyətlərini nəzərə alınır. Birinci, şagirdin marağı nəzərə alınır. Yəni, şagirdləri maraqlandıran sahə və mövzuları müəyyənləşdirilməsi. Şagird hansı sahələrlə maraqlanır, hansı mövzularla maraqlanır. İkinci, hazırlıq səviyyəsi. Şagirdlərə nə öyrəniblər və nə öyrənməlidirlər? Yəni, şagirdlərin hazırlıq səviyyəsi üzrə. Üçüncü, öyrənmə tərzləri. Şagirdlərin məzmunu hansı yolla daha yaxşı öyrənməsi. Yəni, hansı yolla öyrənə bilərlər mövzuları, onların öyrənmə tərzlərinə uyğun təşkil etmək. Deməli, diferensiallaşmada şagirdlərin marağı nəzərə alınacaq, hazırlıq səviyyəsi nəzərə alınacaq və öyrənmə tərzləri nəzərə alınacaq ki, diferensial təlim dərsin bir neçə komponentində öz əksini tapmalıdır. Birinci, dərsin neçə komponentləri var idi müəllimlər? Məzmun, düzdürmü? Dərsin məzmun hissəsi, nəticə, deməli, daha doğrusu, proses, yəni dərsin şagirdlər üçün düzgün qurulması, nəticə, şagirdlərin əldə etdiyi bilik və bacarıqlar və qiymətləndirmə. Yəni, dərsin bütün hissəsində diferensiallaşma nəzərə alınmalıdır. Məzmun hissəsində, yəni şagirdə ötürülən informasiyada biz diferensiallaşmanı necə təmin edə bilərik? Dərs zamanı tədris olunan məzmun alt standartlarının tələblərinə uyğun olmalıdır. Təbii ki, bilirik ki, biz məzmun nəyə bağlıdır? Alt standartların tələbinə uyğundur.
Lakin tədris zamanı sinifdə olan şagirdlərin bəziləri məzmunu tamamilə anlamaya bilər və bəziləri qismən mənimsəmiş ola bilər, bəziləri isə daha yaxşı qavraya bilər. Yəni bildiyimiz kimi qavrama səviyyəsinə görə şagirdlər müxtəlifdir. Bəziləri yaxşı anlayacaq, bəziləri qismən, bəziləri isə tam mənada mövzunu mənimsəyəcəklər. Şagirdlər üçün tapşırıqları hazırlayarkən diqqət etmək lazımdır ki, bu tapşırıqlar Bloom taksonomiyası mərhələsinə uyğun olsun. Tapşırıqların çətinlik dərəcəsi müəyyənləşdirən meyarlardan biri idrak sahəsinin mərhələləridir. Baxın, yəni məzmun nədən asılıdır? İnformasiyanı ötürəndə nə etmək lazımdır? Tapşırıqları hazırlayan zaman Bloom taksonomiyasına diqqət yetirmək lazımdır. Bloom taksonomiyası 6 mərhələdən ibarət idi. Bildiyimiz kimi xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq. Tapşırığı məsələn necə hazırlayacağıq? Tutaq ki, tolerantlıq nədir mövzusudur. Yəni tolerantlıq haqqında bir mövzudur. Suallarımız tolerantlıq nədir? Deməli, yadda saxlamaq mərhələsinə uyğun, aşağı təfəkkür səviyyəsinə uyğun şagirdlər bu suallara cavab verə biləcək. Tolerantlıq nədir? Tolerantlığın növlərini onların mahiyyəti ilə uyğunlaşdırın. Yəni anlamaq mərhələsi, növlərini mahiyyətinə uyğunlaşdırmaq. Mədəni tolerantlığı əks etdirən mətnin də rollu oyun şəklində nümayiş etdirin. Rollu oyunda nümayiş etdirmək tətbiq mərhələsinə uyğundur. Verilmiş situasiyada diskriminasiyanı aradan qaldırmaq üçün həll yolu kimi hansı istiqamətdə tolerantlığın formalaşdırılması daha məqsədə uyğundur? Daha sonra təhlil mərhələsidir. Yəni həll yollarının ən məqsədə uyğununu tapmaq. Şəxslərarası konfliktləri aradan qaldırılmasında bir-birinə qarşı tolerant olmaq nə dərəcədə vacibdir? Artıq burada öz fikrimizi bildirəcəyik, dəyərləndirmə mərhələsi. Sinifdə yoldaşlar arasında yaranan mübahisələri aradan götürmək üçün yeni plan hazırlar. Deməli, həm aşağı təfəkkür səviyyəsinə uyğun, həm də yuxarı təfəkkür səviyyəsinə uyğun tapşırıqlar hazırladıq. Bu da sinifdə, yəni qavrama səviyyəsinə görə fərqli olan şagirdlər üçün bu proses daha uyğundur. Çünki hər kəs bu mətndən özünə uyğun şəkildə öyrənə biləcək. Sonra proses, yəni dərsdə öyrənmə, dərsin şagirdlər üçün qurulması. Hər bir şagirdin özünə məxsus intellekti öyrənmə tərzləri vardır. Uğurlu diferensial təlim özündə məzmunu müxtəlif yollarla çatdırmağa etibar edir. Diferensial təlimə görə bütün şagirdlər eyni dərəcədə müəllimin köməyinə ehtiyac duymur. Bəziləri ehtiyac duyur, bəziləri ehtiyac duymur. Bəzi şagirdlər fərdi, bəziləri cütlərlə, bəziləri qruplarla işləməyi seçə bilərlər. Yəni baxın, sinifdə hər bir şagirdin xüsusiyyətləri fərqlidir. Bəziləri müəllimdən kömək istəməmiş, görürsünüz biz meyarlarda nə deyirik? Deyirik ki, mövzunu anlamır, mövzunu müəllimin köməyi ilə çətinliklə də olsa həll edir, mövzunu sərbəst həll edir. Bunlar meyarlarda, düzdür. Niyə görə meyarlar təşkil edir? Çünki sinifdə şagirdlər müxtəlifdir, müxtəlif növ şagirdlər var. Qavrama səviyyəsinə görə də, öyrənmə tərzlərinə görə də. İndi deyir, bəzi şagirdlər fərdi öyrənə bilir. Bəli, bunlar şəxsiyyət tiplərinə görə fərdi öyrənə bilən şagirdlər, yəni introvert ola bilər, ekstravert ola bilər, ambivert ola bilər. Baxın, bəziləri cütlərlə öyrənir, bəziləri qrup şəklində öyrənməyi sevir, bəziləri fərdi. Bu şagirdlərin hamısını nəzərə almaq üçün diferensiallığı təmin etmək lazımdır. Bəzi şagirdlər müəllim ilə fərdi şəkildə inkişaf etdiyi halda, bəziləri məzmunu qarşılıqlı əlaqə ilə daha effektiv mənimsəyirlər. Diferensial təlim zamanı şagirdlərin marağı da nəzərə alınmalıdır. Oxu materiallarını vizual və sözlə öyrənənlərə uyğun seçmək, eşidərək öyrənənlərə mövzunun səsli versiyasını dinlətmək imkanı yaratmaq, kinestetik öyrənənlərə tapşırığı bitirmək üçün müxtəlif fəaliyyət imkanı vermək, fikir mübadiləsi üsulunun şagirdlər tərəfindən seçilməsini təmin etmək. Görürsünüzmü müəllimlər? Oxuyub anlayaraq öyrənmə, görərək öyrənmə, eşidərək öyrənmə, hərəkət edərək öyrənmə. Yəni öyrənmə tərzlərinə görə bütün materialları onlara uyğun seçmək lazımdır ki, hər bir şagird mövzunu qavraya öyrənə bilsin. Şagirdlərin əldə etdiyi bilik və bacarıqlar, yəni nəticə necə olacaq? Şagirdin dərsinin sonunda məzmunu mənimsədiyini göstəricisidir. Bu esse, layihələr, hesabat və ya digər şəkildə ola bilər. Yəni görək mövzunu necə öyrəniblər? Hesabat verirlər, esse yazırlar və yaxud da
layihələr şəklində mövzunu necə öyrəndiklərini biz onlardan geri ala bilərik. Şagirdlər öz öyrənmə tərzinə uyğun tapşırıqlar hazırlamağa, nəticə hasil etməyə imkan yaratmaq lazımdır. Məsələn, baxın nümunələrə. Yazıb oxuyaraq öyrənən şagird mətnlə bağlı yazı hazırlaya bilər. Vizual öyrənənlər mətnlə bağlı qrafik təsvir hazırlayır. Eşidərək öyrənənlər səsli məruzə edirlər. Kinestetik öyrənənlər mətni səhnələşdirirlər. Yəni, hərəsinin özünə uyğun da seçim imkanı veririk. Kim mətni hansı formada öyrənmək istəyirsə, o formada da təqdim edir. Hansı formada öyrənibsə, o formada da təqdim edir. Qiymətləndirmə. Sonda qiymətləndirmə. Formativ və summativ qiymətləndirmənin nəticəsinə uyğun olaraq sinifə ümumi rəy bildirmək əvəzinə hər şagirdə əks əlaqə qurulur. Onlara ayrı-ayrılıqda çətinlik çəkdiyi mövzularla bağlı nəyin üzərində işləməyi barədə konstruktiv rəy verilir. Sinifdə eyni zamanda müəllim tərəfindən aparılan qiymətləndirmə, özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə istifadəsinə differensial təlimə xidmət edir. Yəni, qiymətləndirmə də nə etməliyik? Qarşılıqlı qiymətləndirmə də olmalıdır, özünü qiymətləndirmə də olmalıdır. Yəni, sinifin dedik ki, dərsin bütün prosesində biz differensiallaşmanı nəzərə almalıyıq. Gəlin indi qısaca xülasəsini verək. Differensiallaşma ənənəvi metodda və differensial yanaşma, ümumiyyətlə dərslər ənənəvi və differensial yanaşmada necə olur? Baxın, məzmun hissəsində müəllim nə edir ənənəvi yanaşmada? Müəllim ədəbiyyat dərsində bütün şagirdlərə eyni bir əsər oxumağı tapşırır, onun ətrafında müzakirələr aparmağı planlaşdırır. Görürsünüz, hamıya eyni əsər verilir. Differensial yanaşmada isə müəllim şagirdlərin marağına, qavrama səviyyəsini nəzərə alaraq eyni mövzuya aid bir neçə əsər müəyyənləşdirir. Yəni, mövzu eynidir, amma bir neçə əsər verir ki, onlara hansı maraqlıdırsa onu oxusunlar. Bu əsərlər oxunduqdan sonra müzakirə aparılacaq. Sonra müəllim Bloom taksonomiyasına əsaslanaraq şagirdlərin qavrama, təlim nailiyyəti baxımından necə qruplaşdıracağına uyğun fəaliyyət növləri və tapşırıqlar müəyyən edir. Deməli, məzmunda biz nəyi nəzərə alırdıq? Bloom taksonomiyasının qavrama səviyyəsinə uyğun planlaşdırılmağı və şagirdlərə müxtəlif tapşırıqların verilməsi. Yəni, onların marağının da nəzərə alınması. Sonra proses necə təşkil olunur? Yəni, öyrənmə necə təşkil olunur? Ənənəvidə təsvir incəsənət dərsində bütün şagirdlər fərdi şəkildə ardıcıllıqla aşağıda fəaliyyətlər yerinə yetirirlər. Yəni, ancaq fərdi işdən istifadə etdi. Rəsmi ideyasını müəyyənləşdirirlər, tənqidi yanaşmalar və rəsmi çəkib portfoliolarına qoyurlar. Görürsünüzmü? Hamı eyni işlə məşğuldur. Yəni, diferensiallaşma yoxdur. Amma diferensial yanaşmada şagirdə sərbəst seçim imkanı verilir, tapşırıqların birlikdə və fərdi, bəziləri sinifdə və yaxud da evdə icrasına icazə verilir. Görürsünüzmü? Sinifdə qrup şəklində icazə verilir, fərdi şəkildə, bəzilərinə evdə icazə verilir. Yəni, diferensiallaşma nəzərə alınmış olur. Nəticədə, ənənəvi mühitdə dil tədrisində şagirdlər arqumentlər gətirməklə mühakimə xarakterli esse yazırlar. Yəni, hamısı eyni esseni yazır. Bu zaman onlar müxtəlif mənbələrdən istifadə edirlər. Arqumentlər gətirirlər, mühakimə xarakterli esse yazırlar. Amma diferensial yanaşmada müxtəlif mənbələrdən istifadə etməklə mühakimə xarakterli mətni istəklərinə uyğun olaraq esse şəklində, şifahi təqdimat şəklində, qısa metrajlı film şəklində təqdim edirlər. Yəni, hamıya esse yazmaq, eyni esseni yazmaq ənənəvi metoddadır. Ancaq diferensial metodda, diferensial yanaşmada kimi esse yaza bilər, kimi şifahi şərh edə bilər, kimisi vizual şəkildə qısa metrajlı film kimi göstərə bilər, kimisi onun qrafik şəklini çəkə bilər və s. Yəni, hərənin öz öyrənmə tərzinə uyğun da təqdim edə bilər. Qiymətləndirmədə şagirdlər hər hansı summativi verərkən cavablandırdıqları sualların sayına görə qiymət alırlar. Amma diferensial yanaşmada şagirdlər summativ qiymətləndirmədən sonra hansı mövzuda çətinlik çəkdikləri, hansı mövzunu zəif qavradıqları haqqında əks əlaqə alırlar və əks əlaqə əsasında gələcək fəaliyyətlərini müəyyənləşdirirlər. Yəni, biz dedik axı, qiymətləndirmədə onlar konstruktiv rəy almalıdırlar. Summativ qiymətləndirmədə qiymət almaq üçündür, amma diferensial qiymətləndirmədə şagirdə əks əlaqə verilir. Yəni, summativlərdən sonra onlar nəyi zəif bilirlərsə, onlar da üzə çıxır və müəllim onların da üzərində sonradan işləməlidir.
Differensial təlim bir sıra üstün cəhətləri var. Gəlin differensial təlimin üstünlüklərinə baxaq. Tədqiqatlar göstərir ki, differensial təlim yüksək qabiliyyətli şagirdlərlə yanaşı əlilliyi olan şagirdlər üçün də effektivdir. Yəni differensial yanaşma elə bir növ inklüzivlik kimidir. Amma differensial yanaşma daha fərqli anlayışdır. Şagirdlərə materialı necə öyrənə biləcəklərinə dair daha çox seçim verildikdə, onlar öz öyrənmələri üçün daha çox məsuliyyət hiss edirlər. Müəllim öyrənmə prosesini şagirdlərin təlim ehtiyaclarına görə təşkil etdiyindən siniflərdə daha az nizam-intizam problemlərinin olduğu müşahidə edilir. Əvəzində şagirdlərin öyrənmə ilə daha çox məşğul olduğu görünür. Sonra differensiallaşma, scaffolding. Effektiv differensiallaşma tədris proqramı şagirdlərin yaxın inkişaf zonası daxilində onların təlim ehtiyaclarına cavab verən və smart məqsədləri olan yüksək keyfiyyətli tədris deməkdir. Baxın, nə dedik müəllimə? Differensiallaşma və scaffolding. Bunlar arasında fərq var. Effektiv differensiallaşdırılmış tədris proqramı şagirdlərin yaxın inkişaf zonası daxilində onların təlim ehtiyaclarına cavab verən məqsədləri olan yüksək keyfiyyətli tədris deməkdir. Yəni onlara yaxın inkişaf zonasında smart texnologiyası ilə yəni yüksək keyfiyyət verir. Smart texnologiyası spesifik, ölçülə bilən, əldə edilən realitik, yəni resursların nəzərə alınması və vaxta əsasən, zamana əsasən müəyyənləşdirilir. Amma scaffolding, differensiallaşmada müəllim şagirdə necə dəstək verir? Bildiyimiz kimi müəllim scaffoldingdə şagirdə birbaşa özü dəstək verir. Differensiallaşmada şəraiti elə yaradır ki, şagird özünə uyğun tərzdə öyrənə bilir. Ümumi təlim strategiyası kimi differensiallaşma scaffoldingə oxşayır. Belə ki, hər ikisində məqsəd müxtəlif şagirdlərin eyni təlim nəticəsinə çatmasına nail olmaqdan, yəni şagirdi olduğu yerdən hədəfə çatdırmaqdan ibarətdir. Yəni hər birimiz sonda nəticə əldə etmək üçün, yəni nəticəyə çatmaq üçün prosesi davam etdiririk. Amma scaffoldinglə differensiallaşma fərqi nədir? Hər iki yanaşma bir-birindən fərqlənir. Differensial yanaşma dərs prosesində tətbiq olunur. Scaffolding isə bütövlükdə tədris yanaşmasını əhatə edir. Yəni differensial yanaşma necə yanaşma növüdür? Scaffolding isə yəni bütövlükdə dərs prosesinə necə yanaşma mövzusudur. Yəni bir dərsdə təşkil olunur differensial yanaşma, amma scaffolding bütövlükdə tədrisə yanaşmadır. Məsələn, scaffolding verilən materialın hissə-hissə, asandan çətinə doğru təqdim edilməsini, yəni burada müəllimin köməyi ilə, axı orada yaxın inkişaf zonası birinci hissə, ikinci yaxın inkişaf zonası və daha çətin olan hissəyə öyrəşdirir müəllim scaffoldingdə. Şagird əvvəlki bilik bacarıqlarına istinad edərək daha təcrübəli birisinin, yəni fasilitatorun fasilitasiyası ilə səmərəli öyrənməni təmin edir. Differensiallaşmada fasilitasiyasız da həyata keçirilə bilər. Yəni müəllim istiqaməti elə verir ki, şagird onu fasilitasiyasız da həyata keçirə bilər. Daha təcrübəli birisi, müəllimi, daha bilikli yoldaşı tərəfindən oxumağı öyrənən şagirdə əvvəlcə hərflər, hərfi birləşmələr bu scaffoldingdə də öyrədilir. Daha sonra isə sözlərin, cümlələrin oxunması təmin edilir və intonasiya, mətni vurğu, anlayış formalaşdırılır. Bunlarla paralel şəkildə oxuyub anlama da təmin edilir. Bu scaffoldingdir. Lakin bütün proses zamanı öyrənməni təmin etmək üçün daha təcrübəli birinin şagirdlərin təlim ehtiyaclarını nəzərə alması differensial yanaşmadır. Biri var ki, mən kömək edeyim ona, onu qabağa gətirim. Biri var ki, o nədə çətinlik çəkir, niyə çətinlik çəkir? Bəlkə bu öyrənmə tərzi düzgün seçilməyib. Ona kömək edəndə artıq bu differensial yanaşmadır. Yəni şagirdi nəzərə alınması differensial yanaşmadır. Belə müəllimlər, differensial yanaşmanın əslində biz yəni bütün dərslərimizdə şagirdlər differensial yanaşma haqqında danışmışıq. Burada da sizə izahını verdim.